Ariflər deyirlər ki, tam ilahi həqiqətə yetişmək üçün 3 ölüm mərhələsi keçirilməlidir. 3 ölüm mərhələsini keçməlisən. Haqqul yəqinə və ya fəna fillah da deyirlər onlar. Quranda haqqul yəqin gəlir. Ona yetişməkdən ötürü 3 ölüm mərhələsini keçmək lazımdır. Bunlardan biri təbii ölümdür. Təbii ölüm. Çünki bu təbii ölüm olmasa haqqa qovuşa bilməzsən. Görərsən bizlər də biri dünyasını dəyişəndə nə deyirik? Haqqa qovuşdu. Haqqa qovuşdu. Ki Quran buyurur: İnna lillahi və inna ileyhi raciun. Biz Allaha məxsusuq, Allahdan gəlmişik. Və ileyhi raciun. Raciun yəni qayıtmaq, qayıdacaq. Yəni Allaha qayıtmağın yollarından, pərdicablarından birisi də nədir? Ölümdür, həyatdır. Nəsimi deyirdi: Ey bülbül şeydanə giriftar qəfəssən, sındır qəfəsi, tazə gülüstan tələb eylə. Bu bədən ruhun bir qəfəsidir. Qızıldan da olsa qəfəsdir, gümüşdən də olsa qəfəsdir, dəmirdən də olsa qəfəsdir. Bu bədən bir qəfəsdir. Bu qəfəsdir. İnsanın ruhu bu bədəndə qaldıqca dustaqdır. Onun qovuşma yeri ancaq haradır? Bu qəfəsdən çıxmaq. Ruhun bu qəfəsdən çıxması. Allahın izni ilə. Allah təyin eləməsə də çıxa bilmir. Həzrət Əli əleyhissalam təqvakarlar haqqında buyurur ki, onların o qədər şövqləri var ki, Allaha o qədər şövqləri var ki, əgər Allah ömrü onlar üçün təqdir etməsəydi, bir an ruhları bədən qəfəsində qalmazlar, pərvoz edib gedərdilər. O qədər şövqləri, eşqləri var. İkincisi, bu ölümü yaşamalıdır. Qovuşmaqdan ötürü bir dənə təbii ölüm var. Bunu qoyduq qırağa. İkincisi, nəfsani ölüm. Peyğəmbər əleyhissalam buyurur ki, ölməmişdən öncə ölünüz. Ya Rəsulallah, ölməmişdən də öncə ölmək olar? Dedi, bəli olar. Necə? Dedi, içinizdəki təkəbbürü, qururu, egonu öldürün. Çünki bunlar böyük maniyələrdirlər. Mənəmliyi öldür. Mənəmliyi öldür. Dilləri nəfsi öldür. Yəni mənəmlik var ha, bu təkəbbür var ha. Bunu öldür. Bu aradan getməsə, o visal, o haqqa qovuşmaq yoxdur. Sən bağlanmışsan, qürura bağlanmışsan, təkəbbürə bağlanmışsan, mənəmliyə bağlanmışsan. Hər nə görürsən, mənimdir, 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 mənimdir. Əlivə yetişənə ki, mənimdir, qutardı, vermirsən onu, belədir adam. Dedi, bunlar da öldür. Bunlar ölməsə, o ilahi haqqa qovuşmaq yoxdur. Üçüncüsü isə haqda ölümdür. Haqda ölüm yəni Allaha təslim olmaq. O ikincini keçdin, nəfsi keçdin, indi ruhunu Allaha təslim edərsən, fənafillah hazırlaşarsan, fənafillah edərsən, bütün təslimiyyətini, varlığını, sevdiklərini, hər bir şeyi Allaha bağlayarsan. Allah, sevdiklərim sənin üçündür. Sən sevmədisən, sevmərəm, tərk eləyərəm. Hər neyi sevirəmsə, sənə olan sevgimdən yuxarı deyil, bunların hamısını sənə qurban eləyərəm. Bu sözün, bu nəzəriyyənin ən
bariz nümunəsi həyata keçsənə tarixdə kim olub? Hə? Həzrəti İmam Hüseyin əleyhissalam bu nəzəriyyəni həyatda əməli formada Kərbəlada göstərdi. Allah Əkbərimi çox sevirəm. Əsqərimi də sevirəm, Qasımimi də sevirəm, Abbasın ölümü belimi sındırır. Çox sevirəm, əhli əyalımı çox sevirəm, amma səni hamısından çox sevirəm. Bu nə deyərlər? Təslimiyyət. Bütün sevdiklərini sevdiklərindən Allah üçün keçə bilmə, bu haqqı qovuşma deməkdir. Və buna hazır ola bilmə, haqqı qovuşmadır. Hə? Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlər o kəslərdir ki, bu 3 ölüm pilləsini keçdilər, əbədiyyətə qovuşdular, Allah'a qovuşdular, Allah'da fəna oldular və Allah onların məqamları haqqında buyurdu, onlara ölü deməyin, onlar Allah'ın yanındadılar və onun ruhusundan istifadə edirlər. Bu mərhələləri keçdilər şəhidlərimiz. O cavan şəhidlərimiz analarını sevirdilər. Atalarını da sevirdilər. Qazandıqları, onlara hədiyyə verilən əşyaları da sevirdilər. Dostlarını da sevirdilər. Ailələrini sevirdilər, kəndlərini sevirdilər, evlərini sevirdilər. Cavan idilər, bəlkə hərəsinin bir sevgilisi var idi, evlənmək istəyirdi, bəzisinin ailəsi var idi, ailəsini sevirdi, evladları var idi bəzilərinin, evladlarını sevirdi, hamısını sevirdilər, bəli, sevirdilər. Amma dedilər ki, Allah səni bunların hamısından çox sevir. Bu xalqın qeyrətini Allah bunların hamısından çox sevirik. Şərəfi, ləyaqəti bunlardan da çox sevirik. Və bu şəhidlərimiz Allah ruhlarını şad eləsin. Bilirsiniz, canlarını fəda edir. Bilirsiniz, xatırlayırsınız o günləri. Artıq sabah 5-ci ildə ölümdür. Zəfər günümüzün yadınıza salın, 5 il bundan öncəki günləri yadınıza salın. Hərbi komissarlığın qabağındakı kütlələri yada salın. Görmüşdünüz? Ya gözünüzlə görmüşdünüz, ya da ki sosial şəbəkələrdə görmüşdünüz. Cavanlar dava edirdilər orada. Məni müharibəyə apar. Məni döyüşə apar. Allahu Ekber. Allahu Ekber. Cavanlar döyüşə tələsirdilər. Xatırlayın o günləri. Arxa cəbhədəki xalqı xatırlayın. Hə? Kimin əlində nə var? Cəbhəyə yollayır. Əskərinə yollayır. Ordusuna yollayır. Yolda qalan əskərlərinin texnikalarına köməklik eləyir, itələyir. Hatta nələr eləmir. Bir dənə fragment var, xatırlıyız, mən o mənə çox xoşuma gəlir. Maşınlar gedir, hərə maşından bir su atır, bir yemək atır onlar üçün. Allahu Ekber. Necə yola salırdılar onları. Mən deyəlim, Azərbaycanın tarixində heç vaxt belə bir şey olmayıb. 90-cı illərdə görmüşük ağsaqqallar. Belə şey olmuşdu. Su istəyən əskərə su verməmişdilər. Çox ağır. Əskəri zorla tutub aparırdılar. Qaçıb gəlirdi. Olub da bu da tarixdir. O da tarixdir. O da tarixdir. Amma bu 5 il bundan qabaq olan başqa bir şeydir.
Allah şəhidlərimizə rəhmət eləsin. Ruhlarını şad eləsin. Biz mümin olaraq çalışın kimin məntəqəsində, yaxınlığında bir şəhid xiyabanı var, şəhidlər xiyabanı var, bir şəhid məzarı var. Sabahki gündə xahiş edirəm. Toplam halda 3 nəfər, 5 nəfər, 10 nəfər, 100 nəfər, necə istəsiniz o cürə gedin onlara bir dua verin, bir salam verin. Onu da əlin çatmasa, keçəndə hər gördüyün bir şəhid şəklinə əlini qoy bir salam verəcəm. Bunu həmişə elə. O səni görür. Onlar görürlər də. Nəzərini onların nəzərini üstüvə çək. Biləsən, hər bir şəhid 70 kəsə şəfaət verəcək. Tanıdığı, istədiyi kəsə şəfaət verəcək. Allah bizi şəhidlərimizin nəzərində eləsin inşallah. Şəhidlərimizi İmam Hüseyn əleyhissalamın nəzərində eləsin inşallah.